Bilim situasiyasını ki biz bu bədəndə yaşayırıq, bu bizə əzizdir. Məsələn, mən yadımdadır 20 yaşında mən necə idim də. İndi baxıram ki, 58 yaşında yaşlı kişiyəm, metroda durub yer verirlər. Maşallah olsun. Yəni adam istəyər gənc qalsın da, amma onu saxlaya bilmirsən əlində və elə bir ki, dartırlar əlindən bunu. Başa düşürsən ki, bu gedəcək. Kimdən küstü cavanlığım? Hə, bu gedəcək. Bayaq sizin verişə gələndə yol boyu birdən qonaq anlayışına zikirlədim. Dedim, buna bax, bütün mədəniyyətlərdə qonaqlıq və qonağa münasibət müqəddəsdir. Bu ümumiyyətlə insanlığın təməlidir. Bunun təməlində nə həqiqət durub, bilirsinizmi? Gördüyün nə varsa hamısı qonaq nitəliyindədir. Bəli. Yəni, hər şey müvəqqətidir. Ona görə qonaq anlayışının başına fırlan ki, bu həqiqəti tez dərk eləyəsən. Bu həqiqət gözünün önündə olsun. Evə gələn qonaq son dərəcə dəyərlidir. Ona ən yaxşı yeməkləri pişirib qoyacaqsan. Gündəlik yediklərini yox. Ən yaxşı qabları şkafdan çıxarıb onun qabağına qoyacaqsan. Çünki o çox dəyərlidir. Amma o gedəcək. Qalmayacaq. Sən özün də elə qonaqsan. Özümüzə də qonaq. Bu yanaşmaya təəssüf deyə yoxsa yox? Yox, buna hazırlaşmaq lazım. Buna hazırlaşmaqdır. Biz mədəniyyətimizi həqiqətin başında toxumuşuq ki, çeşidli ayinlərlə qonaq qarşılama da dini ayindir. Bəli. İndi veriş aparmaq da bir dini ayin ola bilər əslində. Biz ölməyə hazırlaşırıq. Biz bu dünyadan köçməyə hazırlaşırıq. Bu həqiqəti nə qədər çox zikirləsək çeşidli ayinlərdə, bir o qədər ürəyimiz buna hazırlaşacaq. Məsələ burasındadır. Bayaq biz məsələn həqiqətdən başladıq. Həqiqətə doğru uzun bir yol var. O yolu getmək lazımdır. O yol birinci addımdan başlayır, amma minlərlə, bəlkə milyonlarla addım olacaq orada. Dünyaya gəldiyimiz anlamda. Həyat doğumla ölüm arasındakı yoldur. O yolda da biz özümüzü, başımızı qatmalıyıq nələrlənsə, həqiqəti dərk eləməliyik, öz ruhi varlığımızın niyə gəlmişik bu dünyaya, onu dərk eləməliyik ki, özümüzü ölümə hazırlayaq. Amma başımızı qatmalı deyilik. Bir dənə oyla razı deyiləm. Başımızı bilsiz nə ilə qatmağa gətirmək istirdim söhbəti. Yəni bu dünyaya gəlmişik, hamı xoşbəxtliyin dalı ilə qaçır, hamı xoşbəxtliyi axtarır. Bununla başımızı qatırıq da. Kimlərsə nələrdəsə görür, onunla başını qatır. Hamı xoşbəxtliyi axtarır. Hamı da indi çox belə sosial şəbəkələr vasitəsilə ekran özəl televiziyalarda çoxdur, radiolarda çoxdur. Bir çox insanlara meydan verilib və hamı danışır, hamı istədiyini danışır və buna görə də insanlar arasında bir növ məlumat kirliliyi var. Hamı da xoşbəxtliyi bir cür görür, hərə bir cür yol göstərir ki, necə xoşbəxt olmaq olar. Müşfiq müəllim, sizcə doğru insan, kamil insan xoşbəxtliyi necə tapmalıdır? Bax, adi, sadə bir misal deyim. Əvvəllər bizim üçün xoşbəxtlik sadə idi də. Axşam işdən gəlib ata evə gələndə otururdu, hamı yeməyini yeyirdi, televizora baxırdı, qəzet oxuyurdu, maraqlı bir veriliş olurdu. Hamı oturub ona baxanda ailə özünü xoşbəxt hiss eləyirdi. Və yaxud da nənəmiz, nə bilim, xalamız, bibimiz yayda qış hazırlığı görürdü, tədarük elirdi, mürəbbə pişirirdi, adam ondan xoşbəxt olurdu. Bu yaxınlarda qarşıma bir video çıxdı. Yaşlı bir nənədir, bloq işlədir. Ev işlərini necə görür, onu çəkib paylaşır. Məndə belə bir sual yaranır ki, əvvəllər biz mürəbbə pişirib xoşbəxt olan nənələrimiz hara getdi ki bizim? Nənəmiz gəldi, bloger oldu da. Yəni bu ehtiyac nədən yarandı? Zaman tələbidir. Baxır ki, yaxşı pul qazanırlar, o da istəyir pul qazansın. Yox, heç elə bir pul qazanmağı da yoxdur. Yox, mən pis demirəm. Mən insanların o gözləntiləri getdikcə artır, onu nəzərdə tuturam. Yəni sadə həyatı bizə Müşfiq müəllim anlamsız və mənasız deyə yeritdilər beynimizə ki, sən sadə yaşayırsansa, sakit yaşayırsansa, deməli mənasız yaşayırsan. Yox, sən də elə qəbul eləmə. Ümumiyyətlə görək Müşfiq müəllim nə deyir? Uğur konsepsiyası vurdular bizim beynimizə. Aha, bəli. Hamı uğurlu olmalıdır. Problemdir. 20-ci əsrdə başladı bu. Məsələn, ulduz olmaq, ondan sonra məşhur olmaq, tanınmaq. Yəni riyakarlıq eləmək lazım deyil də. Hər kəs bunu istəyir. Biz də bunu arzulamışıq. Amma bu həyatın keyfiyyətinə təsir edən bir şey deyil. Həyatın keyfiyyətinə təsir edən bir şey deyil. Bu uğur konsepsiyası ilə insanlar sadə həyatı dəyərləndirməyi unutdular. Dad isə oradadır yenə də. Dad
həyatdadır və sadə səviyyəsində belə həyatdadır. Niyə görə sadə deyirəm? Əslində bu da testdir. Sən əgər sadə həyatda xoşbaxt ola bilirsənsə, demək sən həqiqətə çatmısan. Demək sən həyatı qeyri-adi görməyi öyrənmisən artıq. Sadəlik də sənə əngəl deyil. Sadəlikdəki gözəlliyi görürsən. Yəni sadəlik sənə əngəl deyil, həyatın qeyri-adiliyini görmək üçün. Bax biz insanlar nə edirik də? Bayramlar təşkil edirik. Konfettilər atırlar, fişəng atırlar. Nə bilim, xüsusi bir şeylər bəzəyirlər evi ki, gözümüz sadə yox, təmtəraqlı görsün və bayrama hazırlansın qəlbimizdə. Biz qəlbimizə kömək eləyirik ki, günü bayram eləyək. Amma əgər sən bayram olmayan günü də bayram kimi yaşamağı öyrəndinsə, sənə zaval yoxdur. O zaman sən həqiqətən xoşbaxtlığa, keçici olmayan bir xoşbaxtlığa çatmısan. Bunun üçün nə etmək lazımdır? Bunun üçün çox sadə, amma əslində çətin bir vəzifə durur. Çox şükranlıq praktikası eləmək lazımdır. Məsələn, şükür nə demək? Təşəkkür deməkdir də. Bizə bir hədiyyə alanda biz şükür eləyirik. Təşəkkür eləyirik. Quran deyir ki, bol-bol öyün Allahı. Allahı övmək, Allaha təşəkkür eləməkdir. Ki, nə gözəl dünya yaratmısan. Bunu o qədər eləyin ki, həyat sizə əvəzi olmayan bir hədiyyə kimi görünsün. Və bayram eləyəsiz onu. Sahib olduqlarımızı gözümüzdə böyüdək də. Yəni o mürəbbə bişirməkdirmi, nə bilim, uşaqlarına nağıl danışmaqdırmı, gedib gəzməkdirmi? Məsələn, bir köpəyi çıxarırsan gəzməyə, o qədər sevinir ki, gəzməkdən ötürü. Razıyam. Baxırsan, deyirsən, nəsə əhəmiyyətli bir şey itirmişik. Sadəcə çıxıb gəzmək dünyanın dadıdır. Mənim yadıma gəlir ki, rəhmətli anam biz uşaq olanda götürürdü, bizi aparırdı, bir söhbətgah var idi bağçada, evimizin arxasında. Otururdu orada, toxuyurdu, biz də onun ətrafında fırlanırdıq, qaçırdıq, gəlirdik, gələndə bizə bir yemək verirdi, sumkasından çıxarıb, çantasından. Mən son vaxtlar çox-çox xatırlayıram o məqamı. Mənə gəlir həyatımın ən ləzzətli məqamları o olub. Heç bir şey eləmirdim. Qayğısız. İnstituta daxil olmağın sevincini yaşamırsan, hansısa nə bilim qələbənin sevincini yaşamırsan. Sadəcə anan yanındadır, sən də onun ətrafında oynayırsan. Həyatı qoxlayırsan, həyatı hiss edirsən. Bəlkə də elə əsl xoşbəxtlik odur. Ona görə müdriklük həm də biraz uşaqlığa qayıtmaqdır. Ki, həyatın dadını alana qədər şükr eləyin. O qədər şükr eləyin ki, həyatın dadını alasın. Doğru şükr eləməyi də bacarmırıq. Adamı soruşsan ki, nə tərsən? Deyir, şükür Allaha. Yəni, daha pis ola bilərdi. Yox, şükür elə deməzlər. Şükür elə eləyin ki, axır həyat sizə hədiyyə kimi görünsün. Ondan sonra həyatın keyfiyyəti artır. Həyatın standartları dəyişib. Ona görə